Salam Cəmal. Mən sizə son bir 20 ildə çox yerdə qoyulan klipsaldır, düzdür. Əslən başda Hindistan, sonra nəsə İngilis variantı deyirlər. Bunların ən tez xarab olan hissələrini göstərmək istəyirəm. Bax, bunların 2 dənə buradan şurupu bağlanır. Bax, bunları açıb belə qaldırırsınız. Ən çox burada çatışmayan şey bilirsiniz nə olur? Elə bil ki, bax bu hissələri bunun, bu plastinkalar. Elə bil ki, burada zəif olduğuna görə basılanda görürsün, bu əyilir və yəni ki, vilkalar bunun içində qalır. Ondan ötürü bunu elə bil ki, beləcə açılmazsa belə açılmaq lazımdır. Açmaq. Sonra bir də bax bu hissələr yoxdur, oturun hissələr. Buranı yaş qurku ilə ya bıçağın ucu ilə belə təmizləmək lazımdır ikisini də. Sonra tezdən yerinə bağlamaq olar. Yəni əksəriyyətində bu xarab olmur, əyilir içi. Bir də ki, bu bunun knopkasıdır. Mən əvvəlcədən açmışam. Bu knopkalar bir də bunlarda ən çox tez xarab olur. Və bunlar da elə bil ki, bir dənəsini başqasında olsa, bunları çıxardıb onu dəyişmək olar. Bunlar çox sadə formada belə oturulur. Yəni ki, çıxardılanda bunun böyrəyində yer var. Oradan çıxardırsınız. Oturdulanda da belə yerinə basıb oturdursunuz. Yəni, belə bir şeydir. Elə bir çətinliyi yoxdur. Beləcə oturanda indi çətin oturur. Yəni ki, bunu başqasından çıxardıb belə dəyişmək olar. Bunu da içini sıxmaq olar. Bir də bunlardan daha keyfiyyətli, bax bu aul modellər, pul modellər bunlardır. Bunlarda bilirsənmi, bu keyfiyyət yaxşıdır. Bax, görürsünüz, içi zadı bunlardan yaxşıdır. Ancaq bunlarda çatışmayan cəhət bilirsiniz nədir? Bunlarda çatışmayan cəhət, bax bu zaşita deyək də, elə bir uşaqda zada qorumaq üçün, bax bu bunun içində olur. Və burada vilkanı gətirib belə taxanda, bunları ya üstünə açanda yağlamaq lazımdır. Ya da ki, əgər uşaq evdə yoxdursa, sadəcə olaraq bunu buradan çıxartmaq olar. Yəni, bunu buradan siz çıxardıb, yəni ləğv eləsəniz, bu zaşitanı, təsəvvür eləyin ki, bax, bunun yerləri görürsün, açıq olur və heç vaxt da vilka çətin keçməyəcək. Onu açmaqdan ötürü də, bax, bunun qapağı var. Bax, buradan belə keçirilir. Və bu birisi tərəfdən də, bax, bunlar var. Bunların iki ayrı aşağı basandan sonra, bax, bunları basandan sonra, bunlar, bax, bu formada belə çıxır. Sonra ya dediyim kimi, ya bu zaşitanı, yəni, buradan çıxartmaq olar ki, vilka yaxşı keçsin. Ya da ki, sadəcə olaraq bunun üstünü, bax, bu hissəni yağlamaq olar ki, yəni vilka taxılanda. Yəni, bunun içi, bu birisilər kimi xarab olmur. Bunun sadəcə olaraq, bax, bu prujun, zaşita prujundur da. Bax, bu deşiklər görünmür, bax, bundan ötürdür. Ya bunu yağlamaq olar ki, normal işləsin. Ya da ki, bax, bunları çıxartmaq olar ki, rahat işləsin. Yəni, çox sadə bir formada, müəyyən mənada düzəldilə bilir. Bunun üzünün qapağının da açılmağı, yəni ki, bax, bunun bir tərəfində özünün belə deşiklər var, görürsünüzmü? Bu deşiklərdən belə qaldıranda, bununla o birisindən. Bu üzdən, bax, belə bir çıxır. Yəni, bunların ümumi götürəndə 99%-də, əksəriyyətində əsasən, bax, bu ağlarda görürsən ki, vilka durmur ya genişlənir. Bax, bu hissələr yoxdur, bu plastinkalar. Yəni, bunlarda deyirəm, bunlarda yox. Ən çox bu plastinkalar bir-birindən aralır, boş olur. Ya da ki, bax, bunlar bir tərəfə əyilir, vilka gəlib o əyilin üstündə durur, içəri keçmir. Yəni ki, bunların hansını istəsəniz, işığı söndürüb, açıb, özünüz düzəldə bilərsiniz. Yəni, elə halda, məsələn, 4 manat, 5 manatdır. Birdən-birə 5-ini, 6-sını düzəlsəniz, yəni ki, bir 25 manat qənaət eləyə bilərsiniz.
Sağ olun.